Allahın rəhməti hər kəs üçündür. Günahkarsan, yaxşısan, pissən. Amma bu hər kəs üçündür bu rəhmət. Hər kəsə nazil olan bir rəhmətdir. Fərqi yoxdur. Yaxşı birisən, pis birisən, necə birisən. Bunun heç bir fərqi yoxdur. Çünki elə bir rəhmət aiddir ki, Ramazana hər bir kəsə şamildir. Hər bir kəsə aiddir bu ay. Amma sən nə edirsən? Sən Allahın bu cür nemət süfrəsini kənara qoyursan. Sanki bir şahdır, belə də bir sultandır. Bütün qızılların hamısını paylayır, fədakarlıq eləyir. Hər kəsi süfrəsinə dəvət eləyir. Amma sən nə edirsən? Deyirsən mən o qızıl lazım deyil. Qoyursan bir kənara. Bu cürdə Allahın rəhmət süfrəsindən kənarda qalırsan. Heyifdir. Həqiqətən də insan ömür yaşa, ömür ərzində bir dəfə ölsün. Ümumiyyətlə bir dəfə yox. Ramazan ayın boşa keçirsin. İldə bir dəfə olan bir şeydir. Sən ildə bir dəfə olan bir şey, ilahi rəhmət ayından kənara qalırsan. Allahın səni dəvət etdiyi süfrədən geri qalırsan. Bu da çox böyük bir məyusluqdur. Allahın bu cür rəhmət və fəzilət ayından geri qalmaq. Heyif, təəssüflər olsun ki, bizim bəzi həqiqətən də insanlarımız hədə Ramazan ayının nə qədər üstün bir ay olduğunun fərqində deyirlər. Kaş bu cür rəhmət ayından, fəzilətli bir aydan, Allahın bu cür süfrəsindən gözəl bir şəkildə faydalana biləydik. Həqiqətən də Ramazanın əhli, oruc əhli ola biləydik.